Sizi efirlərdə bir çox verilişlərimizə yəni görüblər artıq. Elnur, sən də gəldin, bura niyə tək oturmuşsan? Burada indi maraqlı söhbətlər gedəcək. Mən bir dənə bunu söyləyeyim. Efirdən öncə dedim ki, Rəsim bəy, Gülü xanımın ifasında hansı nəğməni eşitsəz, yəni bir sevdiyi mahnı olsa hansı seçərsiniz? O da nə dedi? Onun səsində bütün mahnılar gözəldir. Dedi, yetər ki, onun səsi gəlsin. Nə oxuyur, oxusun, yetər ki, səsi gəlsin. Alqışlayırıq, ayaq üstə, bax, belə bir sevgini. Buyurun, ürək sözlərinizi eşidək. Ürək sözlərim, təbrik edirəm. Allah sağlam ömür versin. Nə yaxşı ki, qurban olduğum bizi bir araya gətirib. İlk öncə ona təşəkkür edirəm. Biraz kövrəlmişəm də. Xoşbəxtlikdən kövrəlmək. Mən də elə canlı təşəkkür eləmək istəyirəm Nana xanım, Rasimə, bütün dəstəyi üçün. Yəni bu yolda bərabər biz addımlayırıq, yürüyürük. Sağ olsun, hər zaman mənə dəstəyini heç vaxt əsirgəmir. O mənim üçün bir güc, qüvvət verir, minnətdaram. Var olsun, çox sağ ol. Təşəkkür edirəm sənə. Sizə təşəkkür edirəm. Hər zaman diqqətlə saxlayırsınız. Ümumiyyətlə, bir sənətkarı qorumaq lazımdır. Bəs bu sənət aləmində bu çox çətindir. Bəzən sənə çox da yaxşılıq edirmiş kimi görsənən insanlar da bu sənət yolunda az olmur.